Sovet Azərbaycanının musiqi siyasəti var idi. Və sonra Sovetlər dağıldı və 90-cı illərdə ASTV elə olduğu kimi deyəcəm 3 şirvanlıq mahnıların efiri oldu. Azərbaycan televiziyası 90-larda. 90 neçənci illərdə? 93-94 müharibə dövrlərinə etibarən efirlər oldu toyxana. Bildiyin o nəğmələr ki var, hələ bu gün artıq onların bir qismi sənətkar deyirlər, bir qismi ki, məni 90-larda ASTV-də göstərdilər. 90-larda ASTV-də Şirvan hamını göstərirdilər də. Hələ bəzi aparıcılar var. Biz ASTV görmüşük. Yadıma düşür ki, sən ASTV-də nə görmüsən? Kommersiya salonlar, kommersiya müğənnilər, kommersiya maşınlardan ibarət verişlər aparırdınız da. Və özümüzə qayıtdıq. Artıq bizim üzərimizdə Sovetlərin qayçısı yox idi. Hansısa bir kollegiya tərəfindən düşünülmüş musiqi siyasəti aparılmırdı. 90-ların ASTV-sindən sonra vəziyyət getdikcə pisləşməyə başladı. Çünki özəl kanallar açıldı. Sara TV, sonra Aynes TV. İndi bugün çox adam Aynes üçün xiffət edir ki, Aynes. Primadonna'nın qonaqları Aynesin efirində idi də, yazıca gəlmirdi. Aynesin Sara'nın verdiyi bayağı keyfiyyətsiz kliplər və musiqilər nə tez unuduldu. Daha sonra digər kanallar açıldı. Keyfiyyətli musiqini qoruyan 2 dənə ünvan var idi. Onları tam qoruya bilmirdilər. Çünki artıq aşkarlıq və azadlıq dövrü idi də, kommersiya dövrü idi. Amma bunu nisbətən səliqə ilə edirdi ABA kanalı. Eldar Namazov dövrünün Space televiziyası və ABA kanalı. Onlar daha seçkin yaradırdılar. Hətta Etibar Babayevin dövründə də, Nadir Axundovun dövründə, orada musiqi redaksiyasının rəhbəri Nadir müəllim, o vaxtda da belə keyfiyyətli mahnılar var idi. Xatırlaram ki, Aygün Səmədzadənin ilk mahnıları Tutağacım, Bu Dünya Nağıl Bilək, Eyyub Yaqubovun Yağış mahnısı, Nadir Əzimovun Mənə Dəniz Verin nəğmələri o dövrdə çıxan Xanım İsmail qızı İradəyə yazırdı. Röyanın ilk klipləri, Tünzalənin ilk klipləri, Aygün Zülfiyə Faiq aydın məsələdir. Onlara artıq ABBA-nın planını doldururlar keyfiyyətli estrada ilə. Sonra gəldi, açıldı ATV kanalı və ATV kanalı bu özbaşınalığın, musiqi özbaşınalığının pikini təqdim elədi də. Rəsmən açıq bazar idi. Puluvu ver, mahnın getsin. Puluvu ver, klipi verək. Yaxşı müğənnini pis müğənnidən heç seçmədikləri dönəm idi. Və o məqamlarda biz özümüzü kəşf elədik də. İndi bu gün lap pis dönəmdəyik. Çünki artıq bu gün heç bir kanal heç nəyə təsir etmək imkanında deyil. Çünki o boyda ictimai, o boyda Səs Azərbaycan layihəsi, neçə milyonluq layihə, böyük keyfiyyətli işlər görünür, keyfiyyətli səslər gəlir Azərbaycan uşaqları və s. Amma baxırsan ki, TikTokla, Instagramla, YouTube'la rəqabətə girə bilmirik və özəl kanallar rəsmən özlərini qoyub TikTok yerinə, tamamilə TikTokun trendlərini efirə gətirirlər. TikTokda deyilən insanlar, TikTokda viral olunan insanlar, TikTokda viral olunan nəğmələr hamısı gəlir özəl kanalların efirini doldurur. Səhər, gün, orta, axşam. Yəni mən bilmirəm, bunu artıq təmizlənmək yəqin ki, gecdir. Ya da ki, nəsə daha kardinal bir şəkildə olmalıdır. Yumruq olmalıdır ki, yığışdırın özünüzü.